Əziz və hörmətli xalqım, dəyərli soydaşları, vətəndaşlarımızdan bir nəfər Bakı haqqında, Şamaxı haqqında fikir söyləyir. Tarixi dərinlikləri izahından kənara çıxır. Şamaxını Şamla bağlı, Suriyə ilə, İraqla bağlı fikirlər söyləyir. Çox dərinliklərə getməyəcəyəm. Çox dərinlik süzgəcdən keçirdi, danışmağa da ehtiyac yoxdur. Tarix boyu Türk yurdları həmişə məruz qalıb, işğala məruz qalıb, qətliamlar olub və hal-hazırda sübut üçün 7-ci əsrdə tarixə nəzər salsaq, təqribən Hindistandan gələn farslar şir dərilərində, pələng dərilərində, sonra onlar qılını düzəltmə ilə Hindistandan götürmüşdü. Həmin üsyançı idilər. Seylan adasını qarğalmış ərazilərdən onları qovdular, çıxartdılar və Qərbin, İngilisin siyasəti Türk ərazilərinə yaxınlaşdırdılar, doldurdular. Nəsə, qısası, deməli, Təbriz ərazisində, Suriyədə, İraqda türklərlə yola getmədilər. Etnik tayfalar siyasi məqsəd əsasında. Qətərdir, Tunisdir, Səudiyyə Ərəbistandır, Yəməndir, Omandır, Suriyədir, İraqdır. Ərəb millətinə heç bir aidiyyəti yoxdur. Hamısı türk torpaqlardır. Siz belə deyirsiniz, mən də bu cür deyəcəm. Qaldı ki, o türk yurdları işğala məruz qalıb. Əgərsə dində Quran-ı Kərim adlanan kitabda orada hansısa bir hadisədən danışılırsa, deməli bu tarixdir. Ərəb dili kitabı, əlifbası yoxdur. Yəni, dinə keçəndə, dindən istifadə edəndə, niyə Çin dilində ən çox hərf olan lüğətdə gəlmədi, başqa millətlərin gəldiyi ərəbdir. Və din insan beyin məhsuludur. Din kütləni idarə etmək üçündür. Dinin Allaha heç bir aidiyyəti yoxdur. Bugün insan çörək düzəldirsə, bişirirsə, yeyirsə, bu insanın özünə aiddir, təbiətə məxsusdur. Canlılar təbiətə məxsusdur. Gördüyünüz təbiətdə yağış, fəlakət. Əgər onun üzərində Tanrı durursa, Allah sözü bu deməkdir. Yəni, taxtalar tarixdə də yəhədilərin canını yaratdığı o tarixin. Amma səmavi millətin kitabıdır, tarixidir. Oğurlanıb dağda gizləndi. Dərin, yəni dinlə bağlı mövzuya girmir. Sadəcə